Daha sonra tamaşaçılar nə sualları yazır? Azərbaycan əsgər yazışı Aqil bəy Ramiz oyunu şoudur. Xeyr, mən belə düşünmürəm. Bu boyda şou olmaz. Mən belə düşünmürəm, yanlış düşünürsünüz. Ramiz Mehdiyevin qurduğu sistem Azərbaycanın dırnaq şərəsində Azərbaycan dövlətinin, ərazi bütövlüyünün ağzında ağrıyan böyük kökləri olan bir dişdir. Bu diş çəkilib çıxmalıdır. Bu sistem icra hakimiyyətlərində olan belə deyək də monopoliya təkcə icra hakimiyyətlərində deyil. Bax, görürsünüz, siyasətçilər, deputatlar Ramiz Mehdiyevin hüquq mühafizə orqanlarında da adamların olduğunu bildirir. Təkcə Ramiz Mehdiyevin adamları deyil, başqa adamlar da var. Rüşvət alır, sahibkarlığın inkişafına əngəl olur. Mən dişdən danışdım, ağrıyan diş çəkmək lazımdır, amma o dişin də ətrafında sağlam dişlər olsa, vurub onu da çürüyəcəklər. Yəni, idarələr, nazirlər də belədir. Yəni, bir rüşvətxor düşür, hamının ağzını mundarıya gedir. Niyə sən rüşvət almalısan? Niyə üzü kölgəli olmalısan? Niyə qorxaq olmalısan? Əgər o yığdığın pulu salamat, rahat yiyeməyəcəksənsə, lənətə gəlsin sənin yığdığında, lənətə gəlsin sənin o var dövlətin. Yığıb neynədir? Bax, demək o Qaradağın icra başçısı ilə bağlı danışdım, dostlar. Hörmətli rejissorumuz o Qaradağın icra başçısının da şəklini ver. Və bu şəxs haqqında mən danışacağım. 2018-ci ildə mən bu adamla bağlı danışmışdım. 2018-ci ildə ki, adam rüşvət alır. Adam, bura bax, özün qurbanlıq verdi. Kimə? Süleyman Mikailova. Nadir. Tanıyırsınız, məni buradan Lənkərandan izləyən var. Lənkəranda 1000 illik ağacları kəsdilər parkdan, cəmaatın istirahət yerini, Süleyman Mikailov orada icra başçısı olanda məhv elədilər. Lənkəranı məhv elədi və buna avans olaraq Nadir Muradov. Nadir, sənə lazım idi, indi gedib çürüyürsən içərdə. Bizə çox həbs olunub deyə, mən bundan əziz dostlar 2018-ci ildə bunu tənqid etmişəm. 2018-ci ildə. Adam gəlib orada pul yığmaqla məşğuldur Qaradağda. Adam gəlib cəmaatın obyektlərinin başına surdurdu. Qoşudan alırdı pul, ona deyirdi ki, get qeyri-qanuni tik, amma pul verməyəni qoymurdu. Muradov Nadir Yadullaoğlu. Hansı keyfiyyətinə görə gəlibsən, mən onu bilirəm. Hansı xüsusiyyətinə görə gəlibsən Qaradağda Süleyman Mikailov səni özünə mavin. İndi Mikailov gedib Kəmaləddin Heydərova yalvarır ki, məni xilas elə. Səni yalnız ölkə rəhbəri cənab prezident xilas eləyə bilər. Kəmaləddin Heydərov yox. İçkili vəziyyətdə o Lənkəranda şəxsləri qəbul etmək, nə bilim, vətəndaşların hamınızı həbs edəcəklər, hamınızı. İndi insanlar sevindiklərindən əllərini hana qoyur. Bu icra başçısını tutur, bu elə bilirdiniz ki, həmişə belə olacaq. Gedib 10 bunun pul yığırsınız, gedirsiniz 10%-ə işləyirsiniz, 20%-ə işləyirsiniz, neçə faizə işləyirsiniz. İndi bax, bu şəxs həbs olunub. Necə bu? Kim bunu müdafiə edə bilər? Kim? Gedib icra başçısının mavinidir. Özü də adla deyirlər. Süleyman Mikailovun pul yığanıdır. Lənkəranda Süleymanın nəyi olubsan? Nadir. Sən yaxşı insan deyilsən, yaxşı işçi, yaxşı məmur deyilsən. Təkrar edirəm. 2018-ci ildə mən bu şəxslə bağlı
tənqidi materiallar vermişəm. Baxın, görüm. Aha. Qaradağ rayonundan, əziz dostlar, 2018-22 Haziran. Bax, burada ikinci qrup əlil Atabəy Ağayev tərəfindən Azərbaycan Respublikası birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya o vaxt müraciət vardı. Mənim rəhbərlik etdiyim sayt bu arada vermişdi. İndi bu adamı həbs eləyiblər. Təsəvvür edin ki, Atabəy Ağayev yazırdı ki, hörmətli Mehriban xanım, yeganə ümidimiz sizsiniz. Mən ikinci qrup əliləm, 65 yaşım var. Qarabağ rayonu Səngəçal qəsəbəsi Masif 1, ev 8 ünvanda ailəmlə birlikdə yaşayıram. Oğlum Ağayev Aslan və ailəsi ilə mənimlə birlikdə yaşayır. 2 nəvəm var, oğlum ali təhsillidir, lakin hazırda işləmir. Qanunsuz əməllər, mən sizə müraciət etməkdə məqsədim Qaradağ rayon İcra Hakimiyyətinin Səngəçal qəsəbəsi ünvanında Azad Nərimanov İcra Hakimiyyəti məsul əməkdaşı Nadir Muradovun şəxsimə qarşı etdiyi qanunsuz əməllərdir. Azad Nərimanov. Görək, bu da həbs olunub, əziz dostlar. Rüşvət tələb ediblər onlar vətəndaşdan 2000 manat. Hələ 2018-ci ildə özə deyir ki, get nə istəyirsən et, onsuz da qulaq asan olmayacaq sənin şikayət və bu Nadir deyib həmən Ağayev Atabəyə. Və hətta deyir ki, onlarla gələn polis əməkdaşları bildirdim ki, axı sizin vəzifəniz vətəndaşın təhlükəsini qorumaqdır. Polislər bildir ki, dayı biz nə edə bilərik, bizə əmr veriblər, gedin, biz də gəlmişik. Həyətimdə məni hədələdilər, təkrami sözlər işlətdilər. Nadir Muradov dedi ki, bu evin qarşısına ağızlar əkəcəm, görüm onda onu kim çıxaracaq, hansı ki onun dediyi ərazi mənim evimin qabağıdır. Baxın, deyir ki, təsəvvür edin ki, deyirlər ki, heç kim bizim icazəmiz olmadan Azad Nərimanov və Nadir Muradov heç kim bizim icazəmiz olmadan burada daşı daş üstə qoya bilməz. Aha. İndi əziz dostlar, bu şəxs tutulubdur. Saytlar yazır ki, Kəmaləddin Heydərov gedib, daha doğrusu Süleyman Mükəvəlov Kəmaləddin Heydərovun kadrı idi. O vaxt gömrükdən gəlmişdi, vergidən gəlmişdi, hardan gəlmişdi. Gedib xahiş edib ki, deyib, mən səni xilas edə bilməyəcəm. Mən səni qoruya bilməyəcəm. Baxın dostlar, və hətta Süleyman Mükəvəlovun özünün vəziyyəti gərgin. Vaxt vardı, qəbuluna gedənləri şillə təpi altına salırdı o Süleyman Mükəvəlov. Bəli, Lənkəranda icra başçı işləyib, yardımlı da işləyib. Bundan bağlı çox, yəni ki, bu həbs olunsa, cəmaət çıxıb danışacaq. İnsanlar da qorxur, danışmır. Deyir, danışacam, tutacaqlar. Qorxurlar danışmağa. O da düzgün mövqe deyil. Əgər problemi varsa, danış. Nəysə, əziz dostlar, dəyərli tamaşaçılar, bəli, indi mən sizə danışmaq istəyirəm Fəzail Ağamalının partiyasına kim rəhbər olacaq, oğlu yoxsa qızı, sonra da Elman Nəsirovla bağlı.